Bir vaxtlar 100 gün həbsxanada qalan, sonra ruhi sarsıntı keçirib xəstəxanaya düşən, ölümə bu qədər yaxın olan bir adam sonradan milyonların yaddaşında əbədi yaşayan obrazlara çevrildi. Bu insan Rasim Balayev idi. 1948-ci ilin avqustunda Ağsu rayonunda doğulan Rasim Balayev uşaqlıqdan fərqli idi. Fiziki cəhətdən zəif görünürdü, amma yaddaşı və marağı güclü idi. 5 yaşında əlifbanı bilirdi. 6 yaşında artıq kitabları heç kimin köməyi olmadan oxuyurdu. Məktəbdə xüsusilə ədəbiyyat dərslərində seçilirdi. Müəllimi onun intonasiya ilə şeir deməsini fərq etmişdi. Sinifdə rollar bölünəndə hamıdan fərqli səslənirdi. Elə ilk səhnə hissi də oradan başladı. Ancaq onun həyatı sadə yüksəliş hekayəsi olmadı. Gənclik illərində rayon xəstəxanasının həyətində dostunun bir nəfərlə mübahisəsi dava ilə nəticələnir. Rasim dostunu tək qoymur, hadisəyə qarışır. Sovet milisi onları saxlayır. Nəticədə xuliqanlıq ittihamı ilə həbs edilir. 100 gün Gəncə həbsxanasında qalır. Sonralar özü deyirdi ki, həmin 100 gün ona həyatın əsl üzünü göstərdi. Çünki o vaxta qədər həyat ona daha yüngül görünürdü. Həbsxana isə sərt reallıq idi. Azadlığa çıxandan sonra sənət yolu davam edir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirir. İlk dəfə Ulduzlar Sönmür filmində kiçik rolda görünür. O zaman heç kim bilmirdi ki, qarşıda Azərbaycan kinosunun ən böyük simalarından biri formalaşır. Sonra həyat yenidən ağır zərbə vurur. Atasının ölümü onu dərin sarsıdır. Psixoloji vəziyyəti ağırlaşır və xəstəxanaya yerləşdirilir. Daha sonra psixi dispanser mərhələsi başlayır. Bu dövrdə o, həyatla əlaqəsini demək olar ki, itirmişdi. Ən təsirli an isə həmin günlərdə yaşanır. İkinci oğlu doğulur. Rasim Balayev xəstəxanadan ailəsinə xəbər göndərir. Uşağın adını Asim qoyun. Sonra əlavə edir, əgər mən ölsəm, adının əvvəlinə R hərfi əlavə edərsiniz. Bu cümlə onun həmin vaxt hansı vəziyyətdə olduğunu tam göstərirdi. Məhz belə bir vaxtda kino taleyi qapını döyür. Həsən Seyidbəyli və İsa Hüseynov Nəsimi filmi üçün əsas obraz axtarırdılar. Həsən Seyidbəyli tədris teatrında gördüyü gənci xatırlayır, Rasim Balayev. Ssenari xəstəxanaya göndərilir. Amma Rasim oxumadan geri qaytarır. Deyir, mənim ömrümə az qalıb, sizi yarı yolda qoymaq istəmirəm. Bu dəfə rejissor özü müdaxilə edir. Səhiyyə rəhbərliyinə müraciət olunur. Rasim Balayev yenidən müayinədən keçirilir və Mərdəkandakı əsəb sanatoriyasına köçürülür. Orada ssenari ilə tanış olur. 1973-cü ildə verilən qərar onun həyatını dəyişir. Rasim Balayev Nəsimi roluna təsdiqlənir. Bu sadəcə aktyor seçimi deyildi. Bu, bir insanın ölümün kənarından geri qaytarılması idi. Çünki həmin film alınmasaydı, böyük risk vardı. O dövrdə Nəsiminin yubileyi dövlət səviyyəsində keçirilirdi. Hamı tanınmış aktyor istəyirdi. Yeni sima risk hesab olunurdu. Ancaq Həsən Seyidbəyli geri çəkilmədi. Nəticə isə kino tarixinin ən uğurlu seçimlərindən biri oldu. Film nümayiş edilən səhər Rasim Balayev artıq bütün Sovet məkanında tanınırdı. Hətta Moskvada kino festivalı zamanı köşklərdə öz şəkillərinin satıldığını görəndə əvvəl inanmır. Düşünür ki, zarafat edirlər. Şəkli alıb baxanda arxasında öz haqqında məlumat yazıldığını görür. Bu şöhrətdən sonra Babək, Dədə Qorqud kimi filmlər gəlir. 31 yaşında Babək obrazını yaradır. 34 yaşında artıq xalq artisti olur. 70-dən çox filmdə çəkilir. Müxtəlif ölkələrin studiyalarında çalışır. Mosfilm, Özbəkfilm və başqa platformalarda. Amma onun həyatında şəxsi ağrılar bitmir. Ən yaxın dostlarından biri Ramiz Əzizbəyli idi. Uzun illər ailə kimi yaxın olublar. Sonradan ailə münasibətlərindən doğan inciklik bu dostluğu dağıdır. Münasibətlər o həddə çatır ki, illərlə danışmırlar. Hətta Ramiz Əzizbəylinin son günlərində də bu soyuqluq qalır. Rasim Balayev nə xəstə vaxtı, nə də dəfn mərasimində görünür. Bu fakt illərlə müzakirə olunur. Bir tərəfdə böyük sənət, digər tərəfdə insanın içində qalan ağır inciklik. Bütün bunlara baxmayaraq, o son illərə qədər kino cəmiyyəsinin mərkəzində qaldı. 1990-cı ildən uzun müddət Azərbaycan Kinematografçılar İttifaqında rəhbər vəzifələrdə çalışdı. 2022-ci ildən qurumun sədri oldu. Və nəhayət ömrünün son səhifəsi. Müalicə üçün Memorial Hospitala aparıldı. Səhhətində yaranan problemlər artıq ciddi idi. Orada həyatla vidalaşdı. Amma maraqlısı budur. Bir vaxtlar xəstəxanadan ölsəm, adının əvvəlinə R əlavə edin deyən adam, illər sonra özü artıq bir hərfə yox, bütöv bir dövrə çevrildi. Bugün onun adı çəkiləndə insanlar sadəcə aktyoru yox, bütöv bir iradəni xatırlayır. Çünki həbsxana görmüş, ruhi xəstəxanadan keçmiş, həyatın dibini yaşamış adamın səhnədə yaratdığı güc təsadüfi olmur. Bəzən ən böyük rolları yalnız həyatda ən ağır sınaqlardan keçənlər yarada bilir.